Əminə xanım doğrudan da Vaqif Gələrzadə məktəbi görüb. İndi öz aramızda Tacir bəy, sən ancaq kiminsə sözlərini oxumusan. Bu qız özü də yaza bilir bunu. Bəli, çünki böyük şairlərdən görüb, götürüb, öyrənib və özü də söz deyim ki, Əminə Meyxan da deyir. Bəli. Bədavətən deyə Hə, yəni o qız qeyri-adi. Yəni bu xanımın qəzəllərdən ibarət kitabı var da, artıq oxuculara kitab təqdim edir. Sən ona görə də Tacir müəllim, yəni səni çox istəyiriksə, böyük, yenə deyirəm, sənətkarsan. O sənin öz sözü deyil ya, onun deyilmək şaham. Ona o qədər deyiblər şahsan. Məsələn, Allah rəhmət etsin, ölənlərə həmişə deyirik. Zahid Klarnet hamış belə onu başqa cür, əfsanə kimi qəbul edirdilər də. Amma özü haqqında heç çox onu demədi. Çox belə sadə idi, çox belə rahat insan idi. Bugün əslində böyük sənətkarlar haqqında kimsə danışanda, mən o Məmməd Bağın məndə o təkəbbürü görməmişəm, rəhmətli. Haxan məndə o lovğalığı görməmişəm. Bunlar hamısı sadə olublar, elin içində olublar və heç kimlə də işləri olmayıb. Kim onlara müraciət edib, kömək eləməyə çalışırlar ki, oğlum burasını düz oxuyur, qızım burasını